Değerli izləyicilərim, baxın, bura Koroğluya qalxan yol. Yəqin ki, buranı tanıyırsınız. Buradan fırlanıb üzü Bakıxanova gedəndə. Qabaqda radar quraşdırılıb. Bu tərəfdən gedən vahşi görmür radarı. Sürət həddi 60'dır. Bu tərəfdən gedən radarı vahşi görmür. O tərəfdən gələn isə görür. Ehtiyatlı olun, radara düşməyin. İndi radarı da göstərəcəm sizə harda quraşdırılır. Bu tərəfdən gedən ağacın dalında da vahşi görmürsən ki, orada radar var. Çalışın sürət həddinə, vahşi qayda qanunlara riayət edin, çünki pulunuz cibinizdə qalsın. Məndən demək. Mən gördüyüm harda yeni nişanlar olur, harda yeni nəsə quraşdırılır, o dəqiqə paylaşıram ki, mənim izləyicilərim, xalqım əlavə cərimələnməsin. Bu mənə özümə borc bilirəm. Baxın, ağacın dalındadır, görsənmir. Bu birisi tərəf görsənir, amma bu görsənmir. Bir də keçici düşən ki, düşdün. Hazırdır, evdədir. Ona görə özünüzdən müğayət olun.